Salam əziz izləyicilərim. Bugünkü yeməyimiz kələm dolması olacaq. Əvvəlcədən suyu qaynatmışam. Su bu şəkildə qaynayandan sonra 1 yemək qaşığı bura duz əlavə etmişəm. İndi kələmimizi bura əlavə edib biraz kələmimiz yumşalsın. Bu qaydada mən kələmin ortasında olan o zoğ hissəsini çıxartmışdım əvvəlcədən. Bu qaydada kələmimiz biraz yumşalsın. Artıq kələmlərimiz bu qaydada, baxın, bu qaydada yumşalıb, hazırdır, götürə bilərik. Çox da pörtlətməyə ehtiyac yoxdur. Bizim zonalarda əslində bu kələmə mayovka kələm deyirlər. Siz tərəflərdə bilmirəm necə adlanır bu kələm. Mövsümü olduğu üçün ona görə qərarı aldım ki, bugün bu yeməyi hazırlayım. Burada təxmini 400 qram ət olar. 2 ədəd soğandır, 1 ədəd pomidordur. Burada götürmüşəm 2 çay qaşığı duzdur, paprikadır, acı istiyotdur, bir də reyhan qurusudur. Mənim əlimin altında olmadığı üçün təzə reyhan. Biraz həyətimdən dərmişəm, bu qədər azlıq elədi. Ona görə biraz da reyhan qurusu əlavə etdim. Az miqdarda şüyüd, bir də kişniş əlavə edəcəm. Bunlar hamısı öz həyətimdəndir. Böləcəm bu şəkildə. Blenderdə hazırlayıb əlimdə doğramıram, çünki biraz böyük olur deyim. Biz uşaqlar sevmir soğanı. İçində biraz yeməyin böyük olanda bu qaydada. Pomidorlar da bu qaydada doğrayıb blenderimizi atacağım. Bura əlavə edib yenidən blenderdə bu qaydada soğanla pomidorun qarışımıdır. Bu qaydada olmalıdır. Keçək indi başqa ədviyyatlarımıza. Bunların hamısını əlavə edirik ətimizin üzərinə. Mən yaydan hazırladığım, özüm hazırladığım tomatdır. Burada biberlə pomidorun qarışığıdır. İnşallah gələcək videolarımda bu tomatı necə hazırlayıram sizlərə də göstərəcəm. 2 çay qaşığı tomat əlavə edək. Daha sonra göyərtilərimizi əlavə edəyim. Göyləri də bu qaydada doğrayırıq. Kişniş öz həyətimdən olduğu üçün inanın ki, o qədər gözəl ətri gəlir. Adətən marketlərdən, bazardan alırıq, elə ətirli olmur. Bu qaydada doğradıq. Keçirik şüyütə. Şüyütü də bu qaydada kiçik doğrayırıq. Reyhanı da kiçik doğrayırıq. Zövqünüzə uyğun kim hansı göyərtini sevirsə onları əlavə edir. Çünki mən burada ən çox kişniş sevirəm, daha çox reyhana üstünlük verirəm. Ona görə də kələm dolmasına bu göyərtilərimizi əlavə etdim. Göyərtilərimizi də əlavə edirik. Bu qaydada gözəlcə qarışdırırıq ətimizi. Zeytun yağımızı da əlavə edib yaxşıca bir dəfə də qarışdırırıq. Burada düyümüzü də əlavə edək. Təxmini burada 3 xörək qaşığı düyü olar. Əlavə edirik. Kələmlərimizi bu qaydada kəsirik.
zoğ hissələrini götürüb. Mən tavanın altına düzəcəm bu hissələrini. Çünki itkiyə getməsin deyə. Hansı böyük yarpaqdırsa bunları da bu qaydada bölürük. Zoğ hissələrini kəsib mən tavamızın içinə yığıram. Tavanın alt hissəsinə çox adam qapaq qoyur. Mən qapaq qoymayacağım. Sadəcə kələmin zoğlarını düzəcəm. Bu qaydada doldururuq içliyimizi. Kələm dolmasının həmişə bu hissəsini açıq qoyuram. Çünki kəf yığılmasın içərisinə. Bu qaydada yığmışıq, kələmlərin zoğlarını kəsib tavamıza yerləşdirmişik. Siz istəsəz, kim sevirsə kələm dolmasını biraz böyük də eləyə bilər. Mən o qədər kələm dolmasını sevmirəm, çox böyük bükəndə. Bu qaydada bükürəm, sizə göstərim. Bu qaydada. Çox da böyük olmasın. Görürsünüz, yarpaqlı kələmlər çox böyük deyil. Bu qaydada bükürük. Gözəlcə yerləşdiririk tavamıza. Bu qaydada yığdım tavamıza. Birazdan qoyacağım pişməyə. Artıq yeməyimizi sobanın üstünə qoyduq. Bir stəkan bura su əlavə edirəm. Bura bir ədəd balaca bir heyva var idi. Bunları əlavə edəcəm bura. Gözəl ətir verməkdən ötüründür. Çox gözəl dad verir dolmamıza. Bu qaydada yığırıq. Qapağını örtürük, pişməyə qoyuruq. Artıq hazır olur. Bir 5 dəqiqədən sonra sobadan götürəcəyik. Bura souz düzəltdim. Bu souza əlavə etdim biraz zeytinyağı, biraz duz. Dolmanın öz suyundan əlavə etdim. Bura bir 3 qaşıq, 1 çay qaşığı, dolu çay qaşığı da tomat əlavə etmişəm. Biber tomatıdır. Əlavə edək dolmamızın üzərinə. Tavanın qapağını örtək, bir 3 dəqiqə qalsın. Artıq yeməyimizi servis etdik. Çox gözəl dadı, ətri gəlir. Sağ olun. İnşallah gələn görüşlərə dək sizlərə nuş olsun.